İndiki boşanmış qadınlar mı deyim? Bu boşanmış qadınların bu 80% da inandırım ki sizi pis yola meyillidirlər də. Mən görürəm, ətrafı şey görürəm. Ərləri normaldır, ərləri normal işləyir, qazanır, gətirir. Gətirə yenə gəzirlər, başqa kişilərin, onların nə biçim qanunda pozğunçuluq var, qəhbəlik var. Belə qadınlar var, həqiqətən. Qadınlar da plus da meyillidirlər kimisə ailəsini dağıtmağa, kimisə evini yıxmağa, kimisə arvadı gözü yaşlı qoymağa. İndiki qızlar da, yəni mənə həqiqətən belə çatmır. Elə bir şeytandılar, elə bir ki, qəlbləri iyrənc, fəsadla doludur. Mən boşanmışam, mən ayrılmışam, mən pis yola düşmüşəm, mən cəmaatın ailəsini dağıtmalıyam, onun da arvadı mənim yoluma düşməlidir. Yəni mənə həqiqətən çatmır belə şeylər. Ona görə də mənim alnım ağdır. Gəlsin bir adam yazsın. Gəlsin bir qız mənə yazsın ki, mən ərimlə boşandırmışam, mən ailəmi dağıtmışam, mən ərimlə danışma. Şükür Allah, mənim alnım ağdır. Mənim indi bir dəliliyim var, bir dəli xasiyyətim var. Yiyib içirəm, canlıda oynayıram. Cəmaat da bunu həzm eləmir. Xaynığımı çəkir. Qızlar mənə gözü götürmür. Hə, Samir. Sısmağı gəlir, ay millət, ay cəmaat. Sısmağı gəlir, dur məni bıraq gedim. Deyib, pişiyin təmizliyinə. Bunun qadasını alaram da, nə mən? Bunun başına dönərəm da, nə mən? Səni verənə qurban. Səni patlayırsan, nöysə? Mamaya matsan get. Baç ver get, baçından ver, baçından.